Hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Ümid edirəm ki, işləriniz, səhhətiniz qaydasındadır. Ümid edirəm ki, yay tətili sizin üçün möhtəşəm keçməyə davam edir. Biz sizinlə ismin 2 hissəsinə baxmışdıq, video izah edib kanala yükləmişdim. 3-cü hissəmiz, son hissəmiz qalmışdı. Bugün bu son hissəyə baxacağıq. İsmin yiyəlik halı, yəni possessive case. Bu possessive case deyəndə biz onun düzəldilməsi, işlədilməsi əhatə edən bir neçə nüansa, daha doğrusu 4 əsas nüansa və digər xırda-xırda kiçik nüanslara baxacağıq ki, hansı ki bu bizə ümumiyyətlə yiyəlik halı başa düşməyə, testlərini düzgün yazmağa kömək eləyəcək. Hazırsınızsa gəlin başlayaq. Birinci əsas nüansımız onun düzəlməsi ilə bağlı olacaq. İngilis dilində yiyəlik hal necə düzəlir? Ümumiyyətlə gəlin birinci başa düşək ki, yiyəlik hal nədir? Baxın, burada iki ismin sahiblik və mənsubluq adı altında əlaqəsindən gedir. Yəni, iki anlayışımız var, iki ismimiz var. Bu şəxs, əşya və yaxud da his başqa bir şey ola bilər. Əsas odur ki, iki isim olsun. Onun birincisi sahib olacaq. Digəri isə sahib olunan əşyanı ifadə edəcək. Ya bu sahib nəyin sahibidirsə biz ona baxacağıq. Bu mənada possessive case iki yolla düzəlir. Birincisi olur apostrof s ilə, yəni birinci ismimizin sonuna apostrof s əlavə edirik. İkinci ola bilər of sözünüsü ilə. Bu zaman artıq mənsub olan əşya önə keçəcək. Bundan sonraki dəfədə baxacağıq. Deməli, nə dedik? Canlı isimlər apostrof s ilə düzəlir. Cansız isimlərin yiyəlik halı isə of sözünüsü ilə düzəlir. Bu həm apostrof s, həm of sözünüsü Azərbaycan dilində un kimi tərcümə olunur. Məsələn, necə ki biz deyirik ki, həkimin məvacibi, maaşı. İngilis dilində də eləcə də həmin nöqteyi nəzərdən deyirik ki, a doctor's salary. Həkimin maaşı. Bu qədər sadə. Sahibin sonuna apostrof s-imizi əlavə etməklə yiyəlik halımızı düzəltdik. Diqqət etdiksə, burada təkdə olan isimlərdən söhbət gedirdi. İkinci önəmli nüans nədir? Testlərdə də ən çox düşən, sizin qafanıza çıxacaq məqamlardan biri budur. Cəmdə olan ismin yiyəlik halı. İndi əsas məqama gəldik. Biz öyrənmişdik ki, cəm isimləri keçərkən cəmləmənin bir neçə yolu var idi, düzdürmü? Ya sözün sonuna s şəkilçisini əlavə edirdik, ya kökdən dəyişirdik, ya heç dəyişmirdik, heç bir dəyişiklik baş vermirdik. Təki cəmi eyni idi. Bu mənada yiyəlik halda iki yolla düzələcək. Yəni, nədir bu? Əgər sözün sonunda qrammatik cəm şəkilçisi varsa, sözün cəmlənməsi s şəkilçisi qəbul etməklə düzəlirsə, həmin sözün yiyəlik halı sadəcə apostrof s qəbul edir. Yəni, bu apostrof s-dəki s, bu s-in qəzəbinə uğradı. O artıq öz varlığını davam etdirə bilmir. Qrammatik cəm şəkilçisi olan s, mənim yiyəlik halımdakı s-i itirir, onu istəmir yanında. Çünki burada əlavə bir s-in olması lazımsız bir artıqlıq yaradacaq. Ona görə də sadəcə apostrofla kifayətlənəcəyik. S ilə bitən cəm isimləri yiyəlik halına salarkən. Digər bütün hallarda mənim apostrof s-im qalacaq. Bir qayda olaraq yadınızda saxlayın. Sözdə qoşulan leksik şəkilçinin və yaxud da sözün özünün sonundakı s hərfinin bu mənim yiyəlik halıma heç bir dəxlisi yoxdur. Mənim yiyəlik halıma təsir edə biləcək gücdə olan tək şey qrammatik cəm şəkilçisidir. Bu qayda olaraq yadınızdan heç vaxt çıxmasın. Harada ki, qrammatik cəm şəkilçisi varsa, mənim yiyəlik halımın s-i düşəcək, sadəcə apostrof qalacaq. Yerdə qalan bütün hallarda apostrof s-imi əlavə edib işimə baxacağım. Burada bir istisnamız var. İstisna qaydanı pozmur. Sadəcə istisna olaraq yadınızda saxlayacaqsınız ki, sona s ilə bitən adların, bu nədir? Adam adı, xüsusi ismin yiyəlik halı həm apostrof s ola bilər, həm də sadəcə apostrofla düzələ bilər. Şəmsiz, hobi, şəms, hobi. Gördünüzmü? Həm apostrof s var, həm apostrof var. Bu bir istisnadır. Sadəcə xüsusi adlarda keçərlidir. Baxın, burada tutaq ki, veribdir kökdən heç dəyişməyən və yaxud da kökdən dəyişən isimlərin cəmlənməsi. Burada qrammatik s şəkilçi yoxdur deyə apostrof s-min başı ağrımır. Necə var idisə, elə də davam edir. Hər bir mənada. Cansız ismin yiyəlik halı dedik ki, of sözünüsü ilə düzəlir. Burada artıq birinci sahib gəlmir, birinci mənsub olan əşya gəlir. The door of the room. Sahib olunan əşya budur. Sahib də budur. Otağın qapısı.
Bu artıq aşağıdan yuxarı oxunacaqdır bu mənada. Amma baxın, burada uşaqlar biz bunu bölmüşük. Canlı isimlər apostrofla düzəlir, cansız isimlər of sözünüsü ilə düzəlir. Bəli, ümumi bir qayda olaraq bu belədir. Ümumi geniş işləkliyinə baxarkən bəli, bu belədir. Amma həmçinin canlı isimlər də of ilə düzələ bilər. Eləcə də cansız isimlər də apostrof s qəbul edə bilər. Bunu görəndə çaşmayın. Tamam mı? Yəni yenə deyirəm, biz bunu bir qayda olaraq sırf ümumi işləkliyinə görə götürürük. Amma yenə deyirəm, canlı isimlər də of sözünüzü ilə də düzələ bilər yəlik halda. Cansızlar da apostrof s ilə düzələ bilər. Bunu növbəti qaydada öyrənəcəyik. İndi baxaq mürəkkəb isimlərin yəlik halının düzəlməsinə. Bu çox sadədir. Düzdür, cəmlənməsində bir neçə qayda var idi ki, mən sözünün işlənməsinə görə idi. Əvvəldə gəldi, sonda gəldi, defisdə yazıldı, əsas söz cəmləndi, digərləri cəmlənmədi, bitişik yazılıbsa sözün sonunu artırdıq və s. və s. Amma yəlik halda sadəcə sözün sonuncu sözə, fərqi yoxdur, bitişikdir, defisdə yazılıb, ayrı yazılıb, heç bir fərqi yoxdur. Sadəcə sonuncu sözə apostrof s-imizi əlavə edəcəyik, bu ilə də bizim işimiz bir yekunlaşacaq. Gəldik üçüncü önəmli məqama. Biz yuxarıda nə vurğuladıq? Dedik ki, yəlik hal iki anlayış arasındadır. Bir var sahib, bir də var mənsub, düzdürmü? Bəzən bu əşyanın bir neçə ortaq sahibi ola bilər. Bəs o zaman bunlar arasındakı əlaqəni biz necə göstərəcəyik? Gəlin baxaq. Belə nümunə üzərindən izah edəcəm. Baxın, John and Jack's car. John və Jack'in maşını. Sadəcə bir maşından söhbət gedir. Bu John və Jack İkisi qardaşdır və yaxud da iki dostdur, hər nədirlərsə. Bir yerdə işləyiblər, pul qoyublar ortaq, özlərinə ortaq bir maşın alıblar. Onların ikisinin bir maşını var. Görürsünüzmü, maşının təkdədir. Ona görə bu iki ortaqdır deyə, onların sadəcə birinə, ən sonuncusuna apostrof s artırmaq mənim işimi görür. Çünki ikisi ortaq işlədirlərsə əşyanı, yiyəlik hal apostrof s-i də ortaq işlədə bilərlər. Heç bir problem yoxdur. Yox, əgər ortaq deyilsə, bu John və Jack yaxşı yerdə oxuyub, yaxşı yerdə işləyib, özlərinə kifayət qədər pul qazanıb, hərəsi özünə ayrı maşın alıb deyə, burada artıq iki maşın var. Bir John'un maşını, bir də Jack'in maşını. Maşınlarım da cəmləndi gördüyünüz kimi. Bunların hərəsinin ayrı maşını olduğu üçün, hərəsinin ayrı da apostrof s-i var. Əşya ortaqdırsa, apostrof s də ortaq. Əşya ayrıdırsa, hərənin özündə ayrı apostrof s olmalıdır. Bu qədər sadə. Bu tip testləri həll etmək üçün müəllif burada biz bir nüans qeyd edib ki, ismin tək cəm olmasına baxmaq kifayətdir. Əgər isim təkdirsə, apostrof s də tək olacaq və yalnız sonuncu ismi olunacaq, əlavə olunacaq. Əgər isim cəmdirsə, onda hər birinə apostrof s əlavə etmək lazımdır. Mən bununla razı deyiləm. John və Jack'in ortaq bir neçə maşını ola bilər. Bu adamların qalereyası var. Doldurublar maşınları. Hamısında pulu ortaqdır. Kim nə deyə bilər? Düzdürmü? Yəni, burada siz maşını ortaq görə bilərsiniz. Bu heç bir şey ifadə eləmir ki, yox, bu elə deyil, belədir. Bu iki nəfərin bir yerdə çox maşını var. Amma John və Jack'in maşını ayrı-ayrıdırsa, əlbəttə ki, bu heç vaxt tək ola bilməz. Bu mənada, bunun bir hissəsi doğrudur, amma ümumilikdə bu fikir doğru deyil, yuxarıda səsləndirdiyim fikrə əsasən. Bəli, hərəsində ayrı apostrof veribsə, isim bir dənə ola bilməz. Hərənin ayrı apostrofun olmağı, hərənin ayrı əşyası olmağı deməkdir. Hərənin ayrı əşyası da varsa, deməli, burada birdən çox əşyadan söhbət gedir, o mütləq cəmlənməlidir. İsim cəmlənirsə, o mübtəda funksiyasındadırsa, ona aid olan xəbər də cəm olmalıdır. İndi burada nəyə diqqət edirik? Bəzən ola bilər ki, burada car əvəzinə olsun, məsələn, aşağıda verən nümunəni yazıram elə, bədən üzvü və hər hansı bir sayılmayan isim, water. Sənin sayılmayan ismi biz bilirik ki, cəmləyə bilmirik, düzdürmü? Daha burada durub onun sonuna s şəkilçisi artırmaq məni qrammatik şəkildən səhv çıxardır. 1. Sayılmayan isimlər cəmlənmir. 2. Bədən üzvü ortaq da ola bilməz. John və Jack'in ikisinin bir yerdə bir əli ola bilməz. John'un ayrı əli var, Jack'in ayrı əli var. John'un ayrı apostrofesi olmalıdır, Jack'in ayrı apostrofesi olmalıdır. Çox dağıtdıq, ümumi toparlasaq, deməli nədir uşaqlar? Bir əşyanın bir neçə sahibi ola bilər. Bu zaman bir yiyəlik hal kifayətdir. Yox, hər sahibin
ayrı-ayrı əşyası varsa, ayrı-ayrı da apostrof S olmalıdır və bu əşyada cəmdə olmalıdır. Bu qədər sadə. Bunu yadınızda saxlaya bilsəniz, qavraya bilsəniz heç bir probleminiz olmayacaq. Burada uşaqları çaşdırmaq asandır deyə testlərə test alırlar, ona görə diqqətli olun. Bunu da vurğulamışdım. İndi gələk 4-cü əsas məqama. Biz sizinlə sadəcə ismi keçmişik deyə, buradakı apostrof S bizi sadəcə yələk hal kimi çağrışdırır bu dəqiqə. Amma biz növbəti dərslərimizdə feili, xəbəri falan keçəndə biz görəcəyik ki, həmçinin cümlənin xəbəri də is və ya has feili qısalaraq apostrof S yəlik halı formasında, daha doğrusu apostrof S formasında yazılır. Cümlədə bunu görəndə, nə bilim ki, o yəlik haldır, yoxsa isin qısaldılmışdır, yoxsa hasin qısaldılmışdır, yoxsa as, let us olur bu adətən. Əmr cümlələrinin xəbəridir, əmr cümlələrinin işlənir, gəlin deməkdir. Yəni, yoxsa bunun qısaldılmışdır. Mən bunu necə biləcəm? Bunun bir neçə sadə yolu var. Bir nədir? Yenə də dərsi ilk başlayanda nə dedik? Yiyəlik hal nədir? İki isim arasında sahiblik və mənsublluq əlaqəsini bildirən haldır, düzdürmü? Nədən söhbət gedir? İsimdən. Baxın, açar kəlmə isimdir. Bu apostrof S başqa bir nitq hissəsinə qoşulubsa, bu işarə əvəzliyi ola bilər, nə bilim, sual əvəzliyi ola bilər, feil ola bilər, şəxs əvəzliyi ola bilər, hər nədirsə, fərq etməz. Hər nəyə qoşulubsa, ismə qoşulmayıbsa, deməli, burada yəlik haldan söhbət gedə bilməz. Mənim sahib olacaq anlayışım nitq hissəsi olaraq isim olmalıdır. Bu birinci nüans. İkinci nüans nədir? Dedik ki, mənim bir sahibim var, bir də onun sahib olduğu əşya var, düzdürmü? Bu apostrof S-dən sonra bir isim yoxdursa ortada, mənsubluğu bildirən bir isim yoxdursa, yəlik haldan söhbət gedə bilməz. Tamam mı? Yəni, sahib olmalıdır, mənsub olmalıdır. Orada da bu mənsubu təyin edici sözlər ola bilər. Məsəl üçün, baxın, burada var. Mary's house, sahibdir, mənsubdur. Diana's old photo. Bu Diana'nın köhnə şəkli demək, buradakı determinə təyin, mənim bu ismi birləşməmi pozmur. Biraz genişləndirdi, okey. Amma pozmadı ki, hələ də sahib var, hələ də mənsub var, düzdürmü? Or Kate's newly published novel deyəndə, bu newly published yeni nəşr olunmuş əsər, roman. Yenə də söz sayının artması bir şey dəyişdirmədi. Bu newly published feili sifəti mənim mənsub olan əşyamı təyin etdi, onu təsvir etdi və heç bir qrammatik formanı dəyişdirmədi. Mənim hələ də yəlik halım davam edir. Düzdürmü? Bu da ikinci məqam. Üçüncü önəmli məqam nədir? Bizim cümləmizin xəbəri olmalıdır, uşaqlar. Bizim cümləmizdə istənilən nitq hissəsi, daha doğrusu istənilən cümlə üzvü əksik ola bilər. Ola bilər mübtəda olmasın, tamamlıq olmasın, hər nə olur olmasın. Amma xəbər mütləq olmalıdır. Cümlə deməyim üçün, bura nöqtə qoymağım üçün mənim fikrim tam olmalıdır. Fikrimi tamamlayan şey isə xəbərdir. Baxıram ki, my brother is at school now deyəndə, burada xəbər ola biləcək heç bir cümlə üzvü görmürəm, nitq hissəsi görmürəm. Struktur yoxdur. Deməli, bu apostrof S izin qısaldılmışlığı ilə xəbərin özüdür. Or, this text very difficult for me. Burada xəbər olacaq bir söz varmı? Əvəzlikdir, prepositiondur, təyindir, adjectivedir, işarə əvəzliyidir, isimdir. Hanı mənim xəbərim? Yoxdur, deməli budur. Deməli, nəyə diqqət edirik? 1. Apostrof S ismə aid olsun. 2. Ondan sonra isim gəlsin. 3. Cümlədə başqa bir xəbər olsun. Bu ortada uşaqlar dedik ki, ya ismi birləşməli, düzdürmü? Ortada bu mənsub olan əşyanı təyin etmək üçün sifət gələ bilər, fe'li sifət gələ bilər, say gələ bilər. Amma isimsiz bu mənsub olan əşya olmadan digər baxın artiklın, sifətin, fe'lin, sayın, zərfin, sözünün və s. tək işlənməsi onu göstərir ki, yəlik hal deyil. Və yaxud ümumiyyətlə burada ortada müəyyən artiklın və yaxud da ki, hər hansı bir artiklın olması da səhvdir. Yəlik hallı ismi birləşmənin ortasında artikl olmur. Bu da son önəmli məqamımız idi. İndi kiçik-kiçik bir neçə nüansımız var, onlara baxaq. Adın biz önünə müəyyənlik artiklı, sonuna da cəm şəkilçisi artırmaqla bir ad, bütöv bir ailənin soyad mənasında ailəni bildirə bilər, düzdürmü? Məsələn, the Fords, Fordlar, yəni Ford ailəsi, düzdürmü? Artıq necə ki, cəm isimdə, yəni ümumi isimdə əgər cəm şəkilçisi var idisə, apostrof artırırdıq. Bu xüsusi isimdə də eyni qayda keçərlidir. Heç bir fərq yoxdur.
Necə ki, biz Azərbaycan dilində deyirik ki, nənəmgildəyəm, əmimgildəyəm, xalamgilə getmişdim, daha deyirik xalamın evinə getmişdim. Deyirik, əlbəttə ki, bu səhv bir struktur deyil. Sadəcə daha sadə olsun, qısaltma olsun deyə belə işlədirik. Eləcə də ingilis dilində də bu qayda keçərlidir. At my uncle's, əmimgildə belə deyirlər. Daha uncle's home demirlər. Tamam mı? Yəni xüsusi vurğulamaq istəyirsənsə o evi, bu başqa bir şey. Amma əminəm ki, başa düşdünüz nəyi demək istəyirəm. Əmimgildəyəm demək istəyiriksə, ekstra özümüzü yorub əmimgilin evi falan filan bu temalara girmirik. Eləcə də for example, at the dentist, diş həkimindəyəm. Daha demirik ki, diş həkimin klinikasındayam. İndi qarşısında gələn bu söz var, ən birinci sözdən qarşısında gələn determinant. Article ola bilər, quantifier ola bilər, əvəzli ola bilər və say ola bilər. Bu birinci ismimizə aid. İkinci ismə aid olan şey onun öz önündə gələrdi. Bu əvvəldə gələn şeylərin hamısı birinci ismə aiddir. Və birinci isim bunun tələbinə uyğun təklənə və ya cəmlənə bilər. Yəni, işarə əvəzliyim these cəm isim tələb edir. Mənim ismim cəmlənəcək. Bu mənada. Yuxarıda da vurğulamışdıq ki, canlılar apostrof S-lə düzəlir. Ümumi şəkli, yəni görə bunu bir qayda olaraq qəbul edirik. Amma bizim elə cansızlarımız var ki, bunlar da apostrof S-lə düzələ bilər. Bunlar hansılardır? Zaman, məsafə bildirən sözlər, fəsillərin, ayların, günlərin adlarını bildirən sözlər və yaxud da ölkə, şəhər adları, coğrafi adlar. Bunlar hamısı apostrof S-lə düzələ bilər. Dünənin uçuşu, bugünün görüşü, sabahın hadisəsi falan bu mənada bu şəkildəki birləşmələri biz apostrof S-lə işlədə bilirik. Əlbəttə ki, hardasa rastlaşsaq ki, the bank of the river bu səhv deyil. Və yaxud da, məsələn, nə deyim, the beauty of Tbilisi bu səhv bir şey deyil uşaqlar. Sadəcə bunlar apostrof S ilə düzələ bilir. Testlərdə bunu görəndə çaşmayın. Tamam mı? Yiyəlik haldan bu qədər uşaqlar. Düşünürəm ki, kifayət qədər geniş izah etdim. Hər hansı bir şey ötürdüyümü düşünmürəm. Əgər ötürmüşəmsə, aydın olmayan bir şey varsa, insanlıq səhv edə bilərik, səhv etdiyim bir şey varsa, ricam odur ki, rəylərdə qeyd edin. Oxuyacağımdan əmin ola bilərsiniz, geri dönüş edəcəyimdən əmin ola bilərsiniz. Bununla da biz sizi ismi mövzu olaraq yekunlaşdırdıq, mövzu izah olaraq. Növbəti videoda artıq ya baxacağım, yeni qaydaya keçərəm, ya da test izah edərəm. Düşünürəm ki, test izah edəcəm. Təşəkkür edirəm vaxt ayırdığınız üçün, dinlədiyiniz üçün. Ümid edirəm ki, sizin üçün faydalı olar. Təşəkkür edirəm, görüşərik.